Mən axı belə arada olur da, belə xəbərlər alanda isti-isti, qaynar-qaynar sizə çatdırıram ki, sizə xəbərdar olasınız. Son vaxtlar demək olar ki, məmurların sevgisindən, yəni bəzi məmurların, bəzi nazirlərin, təbii ki, ən çox mən keçmişdə sabiq məmurlardan, nazirlərdən çox danışırdım. Amma arada belə hal-hazır olan nazirlərdən də mənə xəbərlər gəlir, çatır. Mən inanıram ki, siz də şok yaşayacaqsınız. Təbii ki, adını deməyəcəm. Məhz bizim nazirlərdən birisidir. Qaynanasına sevgi yaşayır. Dedim, o qaynananın azından fotosunu mən atın görüm də. Atdılar, doğrudan qaynana qızından gözəldir. Çox gözəldir. Təbii ki, əməliyyatlar, estetik əməliyyatlar falan, bunlar olmasa gözəl olmaz da. Amma doğrudan da qızından qat-qat gözəldir, cavan görünür, təravətlidir. Bunlar harda görüşür? Mənim üçün maraqlıdır axı. Dedilər, Sara xanım, nazirin özünün şəxsi gəmisi var. Əyləşirlər gəmiyə, çıxırlar Azərbaycandan. Okeana qədər gedib çatırlar. Gəmidə sevgi, aşk yaşayırlar. Hər şeyi eşitmişdim. Amma qaynananla necə sevgi yaşamaq olar? Axı o sənin arvadın, uşaqlarının anasının anasıdır. Bunu necə etmək olar? Ona görə bəzən Xəzər dənizinin yanından keçəndə öz-özümə pıçıldayıram. Yəni son vaxtlar dənizdən aşk qoxusu gəlir, aşk qoxusu var. Çünki mən bilmirəm axı o gəmi dənizdən üzə-üzə hara gedir. Məncə bəzi kişilər bunu etməyin. Qaynana qaynanadır. Ona necə sevgili olmaq olar? Hə? Hörmətli o kişi. Vallahi eyibdir. Billahi eyibdir. O sizin uşaqlarınızın nənəsidir.